Bir şey də vurulmaq istəyirəm ki, oxuduğum bu Nisa surəsi qadın surəsidir. Yəni Quran-Kərimdə qadın surəsi vardır, amma kişi surəsi yoxdur. Yəni bu da bizə xanımın nə qədər dinimizdə önəmli olduğunu bildirməkdədir. Hocam salam aleykum, necəsiz? Və aleykum salam Tofiq qardaşım, elhamdülillah yaxşıyam. Sən necəsən? Şükür Allaha, hər şey yaxşı qaydasında. Hocam mənim yenə suallarım var. Buyur qardaş. Bilirsiniz, mən evlənmək istəyirəm. Mənə verə biləcəyiniz ilk məsləhət nə olar? Tofiq qardaşım, Allah Taala sənə salihə, xeyirli bir zövcə nəsib eləsin. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm salihə xanımın əlamətlərini anladarkən ilk mövzuda bunu anladır. Salihə xanımın əlaməti odur ki, gördüyün zaman səni sevindirəcək. Yəni sadəcə görmək belə bəs edəcək. İlk öncə belə bir xanımla evlənməni Allahdan niyaz edirəm, arzu edirəm. Belə bir xanımla evləndim. İkinci olaraq da Rəbbimizin Qurani-Kərimdə Nisa surəsində buyurduğu ayəti inşallah istəyərdim sənə məsləhət olaraq verim. Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim. Və aşiruhunna bil ma'ruf. Xanımlarınızla gözəl keçinin. Birinci şərt bu, gözəl keçinmək. Ma'ruf demək, onlarla səbirlə keçinin. Mərhəmətlə yanaşın onlara, şəfqətlə yanaşın, mehriban olun. Bu deməkdir ma'ruf. Davamında da Rəbbimiz buyurur ki, fə in kerihtumuhunna. Əgər o xanımlarınızda xoşunuza gəlməyən bir xüsusiyyət olarsa, fəasə ən təkrahu şeyən, ümid olunur ki, bu xoşunuza gəlməyən hərəkəti, davranışın da fəyəcəlallahu fihi xayran kəsira. Allah bir çox xeyir yaradar. Sonradan çox xeyirlər yaradar. Onun üçün çalışmaq lazım ki, xanımımızın xoşuna gəlməyən hərəkətlərində də səbirlə davranmaq, zamanla da o inşallah Allah Taala o hərəkətlərdə bir çox xeyir yaradacaq, sizi sevindirəcək bu mənada. Hocam başa düşürəm, biz tərəflərdə belədir də, bəs yumruğunu masaya vurmasan, nə bilim, yəni Yumruğu masaya vurmaq, Tofiq qardaşım, bu Peyğəmbər Efendimizin əxlaqına tərs bir hərəkətdir. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm vəda həccində ən son sözü belə oldu bax. Ümmətinə bilirsiniz 124 min sahabə var idi orada. Ən son sözü Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmin xanımlarınız sizə Allahın əmanətidir. Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olandır. Və mən də ailəmə ən xeyirli olanınızam buyurdu. Və özü də bizə bu mənada nümunə oldu. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm xanımları ilə istişarə edərdi. Onların fikirləri ilə gedərdi. Biz Hüdeybiyə müqaviləsində də bunu görürük. Ümmü Sələmə anamız Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmə tövsiyə edir. Ya Rasulullah, siz qurbanınızı kəsin, saçınızı tıraş edin. Sahabelər də bunu edəcəkdir deyir. Peyğəmbər Efendimiz eyni Ümmü Sələmə anamızın dediyi kimi eləyir. Yenə Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm Həzrət Ayşə anamız buyurur ki, Peyğəmbər Efendimiz öz paltarını özü tikərdi, ayaqqabısını özü düzəldərdi, ev işlərində mənə yardım edərdi. Peyğəmbər Efendimizin xanımlarına qarşı davranışlarında da biz görürük ki, Həzrət Ayşə anamız bir gün soruşur: "Ya Rasulullah, məni çoxmu sevirsiniz?" Peyğəmbər Efendimiz buyurur: "Bəli ya Ayşə, səni çox sevirəm." "Məni necə sevirsiniz?" deyir bir xanım olaraq bunun cavabını istəyir Peyğəmbərimiz. Peyğəmbərimiz çox gözəl bir ifadə orada istifadə edir. Kör düyün kimi deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Həzrət Ayşə anamız yəni çox buna təbəssüm edir, çox bəyənir bu cavabı. Sonra zaman da soruşur: "Ya Rasulullah, kör düyün nə yerdədir?" Peyğəmbər Efendimiz buyurur ki, "İlk günkü kimi möhkəmdir ya Ayşə" buyurur. Bu şəkildə Peyğəmbərimiz iltifat eləyərdi xanımlarına, onlara məhəbbətini belə izhar eləyərdi, söyləyərdi. Bu cür davranışlarda olmaq lazım. Eyni zamanda Rəbbimiz yenə Qurani-Kərimdə biz görürük ki, Bəqərə surəsinin 187-ci ayəsində orada bir ifadə var. Orası çox önəmlidir. Buyurur ki, Bismillahirrahmanirrahim. Hunna libasul lakum və entum libasul lahun. Xanımlar sizlərin libası, siz də onların libasısınız. Nə demək burada libas? Yəni insana ən yaxın olan nə idi? Onun paltarıdır. Və eyni zamanda paltar onun sığınacağıdır. Və eyni zamanda paltarı onun libası, onun ayıbını örtür, məhrəmidir. Yəni xanımlar bizim limanımızdır. Sükunət limanımızdır. Eyni zamanda mahrəmimizdir. Rum surəsində də biz bunu görürük. Orada da 3 dənə ifadə var. Onu da istəyərdim vurğulayım ki, bu da çox önəmlidir. Allah Teala buyurur ki, orada ayətin başında Allahın möcüzələrindəndir sizin nəfsinizdən bir zövcə yaratması və orada 3 dənə ifadə var ki, liteskuna ileyha, zövcənizdə sizə huzur yaratdı, sükunət yaratdı və ceale beynekum məvaddətən və rəhmə. Və sizin aranızda sevgi və mərhəmət yaratdı. Yəni sevgi və mərhəmət yaratdı. Bu Allahın ayələrindəndir və düşünənlər üçün bunda böyük ibrət var. Çünki sən yad bir xanım alırsan və zamanla o xanım sənin ən yaxının olur və Allah sənə onun yanında huzur verir, məhəbbət verir, mərhəmət verir. İlk başda məhəbbət olur, bu qocalığa doğru işini mərhəmətə buraxır. Baxırsan ki, qocaldığı zaman insan nə edir? Mərhəmətlə artıq bir-birinə davranmağa başlayır. Onun üçün də xanımları qırmamağa çalışmaq lazım. Başqa yerdə onları incitməmək lazım. Bəzən görürük ki, biz həm qohum-əqraba içində, bəzi yerlərdə, ortaq yerdə xanımları belə sərt davranırıq, tabirlə yumruğu masaya vururuq. Bu əslində güc əlamətidir, bu acizlik əlamətidir və eyni zamanda da bu sözü unutmayaq, evdəki gülü əgər soldurarsansa, çöldəki heç bir işin düzgün getməz. Bir şey də vurulmaq istəyirəm ki, oxuduğum bu Nisa surəsi qadın surəsidir. Yəni Quran-Kərimdə qadın surəsi vardır, amma kişi surəsi yoxdur. Yəni bu da bizə xanımın nə qədər dinimizdə önəmli olduğunu bildirməkdədir. Hocam, xanımın qəlbini qırsan bəs hansı hədiyyə ilə könlünü almaq daha yaxşı olar? Təbii ki, hədiyyələr fərqli-fərqlidir, amma Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmin xanımlarına verdiyi hədiyyələrdən birisi də onlarla bərabər səfərə çıxmaq idi. Biz də səfərə çıxmağı, xüsusilə də mənəvi bir səfər olan ümrə səfərinə çıxmağı tövsiyə edirik və bu səfər həyatınızda unudulmayan bir səfər olar.
belə bir mənəvi bir səfər. İnsanın ehtiyacı var. Keçən dəfə qonşumuz bu şəkildə xanımına bir ümrə səfəri hədiyyəsi verdi. Çox da gözəl oldu. Çox da gözəl bir səfərləri oldu. Hocam unudulmayan bir səfər oldu. Mənəvi baxımından çox gözəl bir səfərimiz oldu söylədilər. Biz də bunu tövsiyə edə bilərik. Çox sağ olun hocam. Bu gün də aydınlandıq. Təşəkkür edirəm sizə. Allah razı olsun. Sən də sağ ol qardaşım.